gəlmişik Qobustan qayalarını eksport etməyə. Tip abidələr demək dünyanın bir çox yerində də var. Bu ola bilsin ki, onların qəbilədə olan statusu ilə bağlı idi. Bu qoca baba kimdir? Şaman adlandırılır. Bugün beynəlxalq abidələr və tarixi yerlər günüdür. Bugünün təsis edilməsində məqsəd insanların diqqətini tarixi abidələrin qorunmasına yönəltməkdir. Bu gün də bu münasibətlə biz gəlmişik Qobustan qayalarını eksport etməyə. Milli Tarix Bədii Qoruğunun ekspozisiya zallarıdır. – 2007-ci ildə qurğumuz UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilib. Biz Qlobus üzərində Qobustandan əlavə UNESCO-ya daxil olan dünyadan bir neçə nümunə də görə bilirik. Hindistandan Bimbetka, Namibiyadan Tweefontein, Əlcəzairdən Tassili-Nəcər, Fransadan Basko. Bu tip abidələr demək dünyanın bir çox yerində də var. Hamilə qadın təsvirləri, bədənin müəyyən hissələri qabarıq təsvir olunub, baş yoxdur, bunlar boyun hissəsini əks etdirir. Bu 12 nəfərdən 3-ü görüşü xüsusi baş geyimləri var. Bu ola bilsin ki, onların qəbilədə olan statusu ilə bağlı idi. Bəzən 20-dən artıq insan istifadə edə bilirdi bu qayıqlardan. İndi zamanda səyahət edirik. Görək hansı zamanlarda səyahət edəcəyik. Getdik. Bu qoca baba kimdir? Bu daş dövrü insanlarının qəbilə başçısı, eyni zamanda onların dini lideri sayılır ki, biz şaman adlandırırıq. Onlar hansısa canlıların belə deyək, dərisindən geyiniblər. Qədim dövr daş dövrü insanları heyvan dərisindən geyim kimi istifadə edirlər. Onlar bahalı geyimlərdən istifadə edirlər. Eyni zamanda biz onun əlində, başında müəyyən heyvan sümüklərini görə bilirik. Yəni hazırki vəziyyətdə bu ayin icra edir. Bu təsvir qeydə alınan zaman burada 12 nəfər qeydə alınmışdır. Hal-hazırda isə biz onlardan 10'unu görürük. Çünki qayanın bu hissəsi artıq aşınır. Tarixçilərimiz buranı Anazağa, yəni ən əsas sığınacaq olaraq, mağara olaraq adlandırmışdır. Hal-hazırda isə biz qədim dövr insanının ocaq yeri kimi istifadə elədiyi yeri görürük.